Salam əziz dostlar, yeni videomdan salamlar. Hər birinizə bugün sizə güllərimi çəkirəm və bugün mənə limon ağacı hədiyyə gəlibdi. Onu da çəkəcəm. Çox gözəl bir limondur. Üstündə hətta bir dənəsi də var, amma onu becərməyi bilmirəm mən. Limon ağacı heç becərməmişəm. İndi eğer bilənləriniz varsa, mən ona nə eləməliyəm, nətər olmalıdır, o haqda mənə yazarsınız. Elə, indi hələ ki qırmızı gülümü çəkim, keçim, limon ağacımı da çəkim. Qıraqdan səs gələr yəqin ki, bu da suyumuz gəlir, suyun səsidir. Və mənim bu limon ağacım budur. Üstədə bir balaca limonu var. Belə qəşəng çiçəkli limon. Bunu harada saxlayacağımı bilmirəm. Çünkü dəfələrlə bazardan almışam, xarab olubdur. Üstündə bol olubdur limonu, amma nəsə tökülüb sonra da xarab olub gedir. Şimdi bunu inşallah ki, buna pay gəlibdir, hədiyyə gəlibdir. Bunu inşallah ki, öldürmərəm. Böyle bir qava əkiblər, amma hamısı peyindir, torpaq deyil bu. Şimdi bilmirəm, onu nətər eləyim, qabın dəyişim mi, yoxsa dəyişməyim mi? Nətər olsun bilmirəm. Bu haqda mənə yazarsınız. Həyatında limon becərənlər əgər məni izləyirsə, mənə yazarlar. Belə bir limondur. Videoma başlamışkən elə sizə güllərimi də çəkeyim. Gözəl güllərimi də videomda olsun. Ramaşkam çox qəşəngdir. Bundan artmışam. Belə artıdığım belə yaxşılaşır, büyüyür. Şimdi dünən də biraz belə yer əkdim. İnşallah onlar da tutar. Çünkü bunu belə artırmaq istəyirəm. Belə getdikcə həcmi yükəlir, qəşəngləşir. Belə güllərim bir yerdədir. Hələ ki yığmamışam həyətə. Çünkü yağışlarım ki vermir. Ona görə də belə bura toplamışam bir araya. Yağışlar tamam qutarandan sonra bunları, yəni o tarafa yığdıqlarımı təkrar yerinə qaytarıb yığacam. İndi hələ ki yağış var, deyirlər göyə dolu da olasıdır. Qorxumdan çıxartmıram çölə. Hələ ki belə bir yerə toplamışam. Bir yerdədirlər. Belə görürsünüz ki, bu çiçəkdədirlər. Qəşəng bir halalıqlar, çox gözəl bir halalıqlar. Xarab olanların budamışam. Belə qəşəng bir vəziyyətdədir. Və burada gördüyünüz bu balaca da mənim artıdığımdır. Bu askıda olan sakız sardunyanın artıdığımdır. Başlayıb bu da çiçəyə açmağa. Balaca olmağına baxmayaraq özü qəşəng çiçək açır. Burada da bir digər gülüm var. Bu da qara bardovudur, məxmər kimi. Belə qəşəng çiçək açdı. Bu balaca boyundan qəşəng çiçək açdı. Bunun tam rəngin burada mən bilmirəm nətər göstərim ki, tam rəngi düşsün, amma düşmür. Çox gözəl bir rəngi var. Bunlar da yığındırma. Hamısı qəşəng çiçəklerimin. Bəzi xarab olanların qırmışam. Getdikcə də çiçəkliyirlər, artırlar. Bunu da xarab olanlarından qırmışam. İndən belə istirəbli o gedir deyə. Bunlar getdikcə çiçəklərini balacalaşdıracaqlar. Əvvəllər qəşəng böyük açırlar, amma indi biraz balaca olacaqdır çiçəkləri. Bu gözəlim. Bu da yine öz güzel performansında da görürsünüz ki, demək olar ki, tamam çiçəkləri açıbdı. Çox qəşəng görünür. Çox da gözəldir. Bu da mən aldıqlarımdandır. Bu da bol çiçəkdədir. Bunun da o toxumlayan çiçəklərini qırmışam. Belə 3 dənə balacasını saxlamışam. Bütün qüvvəsini sərf edirdi ona özü. Çiçək açmırdı. Mən də qərara gəldim ki, hətta belə bu çiçəyin ucundakı istəyirəm toxumu qıram.
güllərimizə ziyan edir. Yəni atmır da. İndi özü başlayıb ki, belə yeni yarpaqlar çıxartmağa. Bu da hər zamanki kimi mənim gözəlim. Gözəllər gözəlim. Bu da yenə bol çiçəkdədir. Özü böyüməyən, amma çiçəkləri böyük olan gülüm. Ən vəfalı güllər bunlardır. Ən gözəl güllər bunlardır. Bunlar yayı qışı çiçəkləyir, amma digərləri yox. Bu da sırğa gülüdür. Bunu bir budaq əkmişdim. Tutubdur. Yerli olan sırğa güllərindən çoxdan əkmişəm. Bir ay olar əkmişəm. Tutubdur. Yaxşıdır. Bu da gözəlim. Çox qəşəngdir. Bu kəpənəyə oxşayır. Mən bunları kəpənəyə oxşadıram. Kəpənək kimi güllər. Qırmızım da qalın dəyişəndən sonra çox qəşəng oldu. Çünki elə gördüm ki, yaxşı deyildi. Bunun əhvalı ona görə qalın dəyişdim. İndi çox qəşəng olub. Artıq başlayıb da düymələməyə, çiçəkləməyə. Görün nə qədər düyməsi var boynunda. Çoxdur. Və bu gözəlimdə belə qəşəngdir. Ən birinci olanım budur. Bundan artırmışam. Çoxlarım bundan artırmışdım. Amma bunu da keçən il ayrı rəng adını almışdım. Gəldi bundan çıxdı. Keçən il başqaydı. Bu il başqa oldu. Keçən il tamam fərqli bir çiçək idi. İndi bilmirəm niyəsə bu il belə oldu. Və mənim bu gözəlim də açmağa başladı. Çox qəşəng bir çiçək olacaq. Açsın. Bol çiçəkli olacaqlar. Tək-tək ulduzlar da açır. Çox qəşəng bir hal alacaqdılar. Bunlar da baxımı çox rahat olan bir güldür. Çox rahat bir çiçəkdir. Bir budaq əkirsən, hava əkirsən ək. Əkirsən, bol çiçəkdə olur. Bunların məndə 3 rəngi var. Bir dənə də balaca ağım var. Qırmızının yanındadır. O hələ çox xırdadır. Ona xüsusi qav elə bil əkməmişəm. Balacaydı deyə əkmişəm qırmızının böyrünə. İndi də oradan çıxarda bilmərəm. Çünki çıxarsam xarab olacaqdır. Və bu askıda olanıma biraz aşağı yendidim. Bu da 2 rəngi qarışıq əkmişəm. Həm belə rozvuludur. Mənim ən çox olanım bundandır. Çünki birinci məndə olan elə bu rozvulu olubdur. Sonra bu qara kimidir. Qara kimi də azdır məndə belə. Bunlardan bu il artmaq fikrindəyəm. Çünki bundan çox az qalıbdır. Elə hərə gəlir, istəyir, verirəm. Sonra görürəm ki, özümdə tamam az qalıb. İndi bunları artırmaq fikrindəyəm. Belə gözəldir bu da. Bu da rozlu olanım, iç-içi açır. Bunun tək açanı da məndə var, rozlu açanı da. Hələ ki, bu iç-içi açanlarımdır, qatlı olanlarımdır. Belə qəşəng. Bir digəri də budur, bu da rozlu olandandır. Bilmirəm onun içinə qaradan əkmişəm, amma deyəsən bu tamam rozvudur. Görürsünüz, bunun yarpağı biraz sarı kimidir. Çünki qabı balacadır. Həm də torpağını dəyişməmişəm. Neçə ildir bu qabdadır. Ona görə bunun rəngi biraz sarı kimidir. Amma o torfa əkdiyim, o birinci çəkdiyim torfludur. Görürsünüz, yarpağı da çox qəşəkdir. Təzə torpaqdır deyə. Əslində mən o qara niyyət eləyib əkmişdim ona. Elə bildim ki, qaranı əkmişəm. Sən demə, mən də gətirib rozvunu əkmişəm deyə. Yine de rozlu, ondaki rozluymuş. Belə bu gözəlimdə hələ ki belədir, laləm. Qəşəng çiçəklər. Yine təmizlənəsi budaqları var, bax belə. Hələ ki
Biraz işim var deyə baxmamışam yaxşı. Bu da askıları. Lelyumumu da bura gətirmişəm. Çünki yağış çox yağırdı. Mən də gətirdim bura. Burada dursun dedim. Çünki vedranın altını şeyləməmişəm. Su kessin deyə deşməmişəm. Çox su vermirəm onun qorxusundan. İndi o da yağış çox gördüm. Hamısının içində olub yağışla gətirib şeyləmişəm. Yığmışam bura bunları da. Bəzi amaralistlərimi də başqa yerə yığmışam. Belə hər yana gül yığmışam. Buradan bacım var. O deyir ki, mənim qaynanam rəhmətlik danışırdı. Bacım qurban, Allah qaynanana rəhmət eləsin. Ayrı heç nə demirəm. Allah bütün ölənlərə, dünyadan keçənlərə rəhmət eləsin. Buradakı ağım dediyim, bu qırmızının içine ekdiyim. Bax, bura bir dənə belə qırılan rozvrəkdə olanım var idi. Bunu belə saçmışam bunun dibinə. Sonra buradan, bax, budur mənim ağ dediyim. Bax, bu iki dənə də ağımın belə düyməsidir. Bax, bu bir dənə budaqdır. İndi hələ ki orada yaxşıdır. Qaynayıb qaçışıqlar bir-birlərinə. İndi bəlkə nə bilim, payızda onu çıxardıb başqa bir qava əkərəm. Baxacam görək də bir dənə budaqdır belə əkmişəm. O da orada özünə yer eləyir. Yine amaralisimi də bura gətirmişəm. Bəzi güllərim də buradadır. Bunları da yerə yendirmişdim. Hələ ki bunlar havalar soğuyandan qəşəkləşməyə başlayıblar. Hava sərindi deyə qəşəkləşməyə başlayıblar. Belə. Buradan da sizlə sağollaşım əziz dostlarım. Limonumu çəkirdim. Limonumu bir video çəkdim bir də. Bu da xırdalarımdır. Begonvilim. Gözəl begonvilim. Bunun qabını dəyişəcəm payızda. Qəşək qaba əkəcəm. Belə artıq zoğlamağa başlayıblar. Çünki çox qorxurdum ki bu ölər. Şükür ki ölmədi. Belə burada narsis rəngdə olanım. Bu qəşək patlaq rəngdir. Belə harda olsa özün oradan bildirir ki mən buradayım. Bax belə ki indi videoda düşən rəngdir. Qəşək rəngi var. Bu arxadakı da ceyran gözüdür. Qızçınlar. Videoların birində demişdilər fırfırlı Naciyə. Bilmirəm fırfırlı Naciyə özlərimi deyir, yoxsa adı bu belədir. Amma fırfırlıdır. Mən qıvırcıq deyirəm. Belə qəşəkdir. Bu qabda 3 dənə budaqdır. Bunun anası olan başqaydı. Bu qabda amma 3 dənədir. İndi əgər qabım olarsa, məndə qab qıtlığıdır. Qabım olarsa belə əkərəm içinə. Ayrıq da əkə bilərəm, nə bilim. Yəni ki, belə qəşəkdir. Fırfırlı Naciyə. Neyse, buradakileri çekim. Görürsünüz dostlar. Otları. Bax, hamısı otlu güllərimin üstü. Bunun hamısını seçələr edir yerə. Daşıyıb hamısını yığırlar bura. Buluyurlar hər yana. Bura tamam pis vəziyyətdədir. Çünki bacara bilmirik bu seçələrlə. Seçə, qaranquş, hamısı qarışır bir-birinə. Hər yeri buluyurlar, batırırlar. Belə əziz dostlarım, buradan da sizinlə sağollaşıram. İnşallah yeni videolarda görüşərik.
Hər şey ürəyinizdən keçən kimi olsun. Həyatınız xoş və mənalı keçsin.